Hər vaxtınız xeyir. Bu günlərim sizlə yeni bir bölməyə keçirik. Bu bölmədə biz sizlərlə ölçmə vahidləri haqqında keçəcəyik. Hansı ki, uzunluq vahidləri, çəki, tutum, sahə, perimetr mövzuları ilə tanış olacaq. Gəlin, burada bizim üçün belə deyir ki, hazırlıqmı? Müəyyən suallar verir. Ola bilsin ki, siz bu sualları cavablandıra bilməzsiniz. Amma keçdiyimiz bölmədə artıq bu mövzular keçdikcə bir-biri cavablandıra biləcəksiniz. Uşaq meydançasının yerində neçə piltə var? Baxıram, sayıram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 dənə. Sayıram 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 dənə. Deməli, baxın, sahə düsturu var. Kvadratdır, görürsünüz. Eyni uzunluğu bərabərdir kvadrat. A vurulsun A, yəni 9 vurulsun 9, 81. Siz oturub bunu dənə-dənə saysanız, vaxtınız gələcək. Hər cərgədə 9 dənə də 9 cərgəm olduğuna görə 81 dənə piltə var. Saymadan bunun necə düsturu var? Saymadan bunu belə tapırıq. İkinci sualımıza nəzər yetirək. İkinci sualın kvadrat formalı piltələrin bir tərəfinin uzunluğu 50 sm olarsa, meydançaya hasar çəkilərsə ümumi uzunluğu nədir? Bu da perimetr düsturudur. P bərabərdir kvadratın 4A düsturudur. 4A düsturudur. Baxın, 50, 50. Neçə dənə 50 olur? 9 dənə 50 olur. Mən bunu əvvəlcə, deməli, bir uzunluğu ümumi tapım, 50, 50 yazmaq əvəzinə, 9'u vurum 50'yə, kvadratın bir tərəfinin uzunluğundan söhbət gedir. 9'u vuram 50'yə, 450 santimetr olur. İndi, bax, bura deməli artıq 9 dənə kvadratın yerinə nə yazıram? 450. Deməli, onda burada 450 olacaq, onda burada 450. Çünki kvadratın 4 tərəfi bir-birinə bərabərsə, perimetr düsturundan istifadə edir. 4 vurulsun 450. 0'ı 4'e vuranda 0. 4'ü 5'i 20. 0. 2 yaxdı 16. 16, 8, 18 santimetr. Əgər bizdən bunu artıq santimetri, metr, desimetr və yaxud da kilometrlə istəsə, metrlə istəsə, biz onu çevirəcəyik. Sadəcə bizə burada ümumi uzunluğu nə qədər sual verib, amma deməyib neçə metrdir, neçə santimetrdir. Yəni sualı konkretləşdirməyib, ona görə çevirmə prosesi yerinə yetirmirəm. Lalənin kütləsi 23 kiloqram, Saminin kütləsi isə 24 kilo 300 qramdır. Lalənin kütləsi nə qədər əşya götürsək, yelləncəyin gözləri bərabərləşər, eyniləşər. Baxın, Lalə 23 kilodur. Deyir ki, onun üstünə nə qədər gəlsəm, Samirə bərabər olar. Düzdürmü? Tənlik şəklində yazdım bunu belə. Əşya götürsə də, deməli, mən də 24 kilo 300 qramdan 23 kiloqramı çıxaram. 1 kilo 300 qram olar. Belə. Növbəti sualımıza baxaq. Elxan əllərini qaldıranda, əlləri yerdən, əllərini qaldıranda yerdən 1 metr 60 santimetr hündürlükdə olur. Əllərini qaldırdığı zaman yerdən nə qədər hündürlükdə olur? Bax, bura 1 metr 60 santimetr hündürlükdə olur. Tuninin ümumi hündürlüyü nə qədərdir? 2 metr 2 metrdir. Deyir ki, Elxan yerdən neçə santimetr yuxarıdadır? Baxın. Və belə əllərinə qalanda bura 1.60'dır. Bu bizdən buranı soruşur. Onda əgər ümumi hündürlük 2 metrdirsə, 2 metr çıxılsın 1 metr 60 santimetr. Biz bilirik ki, 1 metrim 100 santimetr isə 2 metrim 200 santimetrdir. Çıxanda 160 santimetri eləcək 40 santimetr. Və yaxud da 2 metrdən 1 metr çıxırsan 1 metr, 1 metrdən də 60 santimetr çıxa bilərsən. 1 metrin 100'ü 100'dən 60 çıxanda 40 santimetr. Bu cürdə hesablaya bilərsiniz. Keçək növbəti sualımıza. Elxan atası hər uşağa 2,1 litr butulkada su aldı. O neçə litr su almış oldu? Baxaq. Növbəti sualımız 1 litrin 1000 millilitrdir. Deyir ki, hər uşağa, atası hər uşağa. Neçə uşaq var burada? 1, 2, 3, 4. 2,1 litr. Yəni 1000'in 2'də 1'i
500 millilitrdir, düzdür. 4 dənə də uşaq varsa, hər birinə 500 millilitr su verirsənsə, alırsansa 2000 millilitrdir. O da bərabərdir nəyə? 2 litrə bərabərdir. Keçək növbəti sualımıza, artıq mövzumuza daha doğrusu. Bugün sizlərə uzunluq keçəcəyik. Deyək ki, Lalənin boyu 125 cm, Səbinənin boyu 1 metr 30 cm-dir. Deyək, kimin boyu daha hündürdür? Kimin boyu daha hündürdür? Bunu necə tapmaq olar? Bunu çevirmələrini edə bilərik. Lalə, bir də Səbinə. Baxın, 125 cm-dirsə, 1 metr 25 cm-dır. Səbinə 1 metr 30-dursa, yəni bunu da çevirsən 1 metr 100 cm-dır, 130 cm. Yəni istənilən halda biz müqayisə edə bilərik. 125 cm kiçikdir 130 cm-dən. Əlbəttə hündür olan kimdir? Səbinədir. Bu necə tapmaq olar? Çevirmələrini etmək olar. Bizim açar sözlərimiz burada millimetr, santimetr, desimetr, metr, kilometr. Gəlin baxaq. Öyrənmə hissəsi ilə tanış olaq. Bəzən əşyaların uzunluğunu daha dəqiq ölçmək üçün millimetrdən istifadə olunur. Gəlin baxaq. Deyək ki, 1 santimetrim 10 millimetrdir. Bax, xətkeş verib sizə qısa olaraq, millimetr olaraq göstərmək istəyir. Bax, deyir ki, bax, bu 1 santimetr. Buradan bura 1 santimetrdir. Görürsünüz? Buradan bura 1 santimetrdir. Bunun içində neçə dənə millimetr var? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. İlk birinci sayılmır. Nəzərinizə çatdırım. Aralıqlar sayılır. Belə saysız 11 dənə olar. Aralıqları sayırıq ki, içində 10 dənə aralıq var. Yəni 1 santimetrim, buradan biz aydın ol ki 1 santimetrim nədir? 10 millimetrdir. Yaxşı, biz bunu daha necə eləyə bilərik? Ədəd oxunda mən sizə göstərəcəm. Gəlin sizin üçün bir dənə ədəd oxu çəkim. Ədəd oxun başına ən böyüyünü yazacağım, kilometr yazacağım. Sonra kilometrdən daha balaca qardaşımız metrdir. Metrdən sonra desimetr, desimetrdən sonra santimetr, santimetrdən sonra millimetr gəlmiş olacaq. Bura yazıram böyük qardaş, bura yazıram kiçik qardaş. Qoy bura yazım. Ən balacamız burada. Ədəd oxu üzərində doğru gedirik. Baxırıq ki, ədəd oxu üzərində, baxın, 1 metrdən 1 metrim 1000 metrə bərabərdir. Deməli, nə edirik? 1 kilometri 1000-ə vuranda 1000 metr etmiş olur. Məsələn, 1 metrəni 10-a vuranda 10 desimetr olmuş olur. 1 desimetri 10-a vuranda nə edir? 10 santimetr olur. 1 santimetri 10-a vuranda nə edir? 1 millimetr olmuş olur. Deməli, biz nə etdik? Biz əgər böyükdən kiçiyə doğru hərəkət ediriksə, vururuq. Əgər yox, məsələsi üçün biz kiçikdən böyüyə doğru gediriksə, tutam ki, sənə 50 millimetr veribdir. Bunu nəyə çevirməlisən? Santimetrə. Biz bilirik ki, 1 santim 10 millimetrsə, mən deməli buna nə etməliyəm? 10-a bölməliyəm. Deməli 5 santimetr olmuş olacaq. Nə etdim? 10-a bölmüş oldum. 10-a bölürük. 10-a bölürük. 10-a bölürük. 10-a bölmüş olur. 1000-ə bölmüş olacaq. Bir dənə metrlə kilometrin arasında 1000-dir. Gəlin baxaq. Deməli biz nə etdik? Biz dedik ki, əgər mən kiçikdən böyüyə doğru hərəkət edirəmsə, bölürük. Bu qaydanı özümüz üçün yazsaq və ağlımızda bu şəkildə saxlasaq, yəni bizim yadımızda əbədi olaraq qalacaq. Və yaxud da biz bunu barmaq üsulundan da istifadə edə bilərik. İndi çalışacağım, biraz barmaqlarımı qəşəng çəkim. İndi hər nə qədər o qədər də yaxşı alınmasa, mənim barmaqlarımdır. Barmaqlarımızın üzərində yazırıq. Bax, hər barmaq. Ən balaca qardaşımız kimdir? Adı millimetrdir. Sonra ondan sonra santimetr.
Ortada duranımızın adı desimetr. Bu barmağımız metr, baş barmağımız kilometr. Deməli ən böyük qardaş budur. Belə yadınızda saxlayın. Bunun arasında 1 0, bunun arasında 1 0, bunun arasında 1 0, amma metrlə kilometrin arasında neçə 0 var? 3 0 var. Çevirmələr mövzusunu ancaq belə yadınızda saxlaya bilərsiniz. Baxın, 1 desimetrim neçə santimdir? 10 santimetr. 1 metrim metrdən desimetrə geçsək arasında 1 0 var. Tutalım ki, sənə desək ki, 1 metrin, bax, hamınız 1 metrin 10 desimetr olduğunu tez əzbərə deyəcəksiniz, düzdürmü? Metrdən santimetrə getmiş olsam, 1 metrin nə olacaq? 100 santimetr olmuş olacaq. Çünki metrlə santimetr arasında 2 dənə 0 var. Deməli, 1 metrim. Əgər mən desəm ki, 1 metrim neçə millimetrdir? Baxın, mən əgər bu səfər metrdən millimetrə getsəm, arada neçə 0 olacaq? 3 0 olmuş olacaq. Deməli, 1 metrim nə olacaq? 1000 millimetr olacaq. Sıfırları aradakı saylara görə təyin etmiş olacağıq. Gəlin buradakı digər qaydalarımızla tanış olaq. Sonra tapşırıqlara keçid alarıq. Gəlin baxaq. Deyir ki, 2də 1 santimetrin 5 millimetrdir. Biz bilirik ki, baxın, 1 santim 10 millimetrdir, düzdür? Düzdürmü? Onun da 2də 1'i nə olacaq? 5. Bax, buradan bura 10'dur. Yarısı onun 5 olacaq. 5 bura, 5 bura 10. Düzdür? Biz bunu bilirik. Burada da deyir ki, bir buğdanın dənəsini, bax, sıfırdan baxırıq. Baxırıq ki, buğdamız 1, 2, 3, 4, 5, 6 dənədir. Daha sonra karandaşın sıfırdan qoyur, ucunu tutur. Digər ucu dayandığı 5 santimetr neçə millimetrdir? 1, 2, 3, 4 dənə. Demək, 5 santimetr 4 millimetrdir. Və məsələn, burada 2 metr 200 santimi çevirmə işi eləməliyik. Bunun üçün bilməliyim ki, 2 metrim, bu santimetrdirsə kiçiyə çevirməliyim də, düzdürmü? 2 metrim neçə santimdir? 2 metrim 200 olacaq. 1 metrim 100 isə 2 metrim 200, düzdür? Üstündə 20 gələndə 220 etmiş olacaq. Baxın ki, məsələn, karandaşın uzunluğunu necə ölçübdür? Buradan bura 9 santimetr olduğu görünür. Burada da sayır dənələrini 5 millimetrdir. Yəni 9 santimetr 5 millimetr. Əgər hamısı millimetrə çevirsəm, 1 santimim 10 millimetrdirsə 9 santimetrim 90 millimetr olacaq. Üstə də 5 gələn neçə eləyəcək? 95. Məsələn, qayçı da eyni zamanda bu cür şəkildə baxaq görək. Qayçımız 10 santim neçə millimetrdir? Ondan sonra 1, 2, 3, 4, 5, 6, 7. 7 millimetr. İndi biz bunu çevirməliyik. Bax, mən bilirəm ki, 1 santim 10 millimetrsə 10 santimetrim 100 millimetrdir. Üstündə 7 gələndə 107 millimetr olacaq. Gəlin baxaq. Aha, pozanı tez görüb 5 deməyin santimdir. Çünki 1-dən 5'ə qədərdir. 5'dən 1 çıxanda 4 santimetr edir. 4 santimetrim də 40 millimetr olmuş olacaq. Keçək növbəti tapşırığımıza. Əşyaları qeyd olunan ölçüdən hansı vahidlə ölçmək daha uyğundur? Millimetr, santimetr yoxsa metrlə? Birinci şəkildə gördüyüm telefonda. Telefon kənarıdır. Telefon kənarı çox balaca ölçü vahidinin olduğu üçün ən kiçik qardaşımız millimetrdən. Bu maşındır. Maşın biraz daha uzundur. Deməli, bizim metrə ehtiyacımız olacaq. Gül isə nə çox balaca deyil, nə də çox 1 metr falan. 1 metrim harca yekə bir insanın bir addım ayağının arası qədərdir də. Yəni azdır. Yəni insan boyuna belə çata bilmir. Balaca bir uşağın boyuna belə çata bilmədiyi üçün gül santimetrlə ölçüləcək. Amma bu işıq lampası hündürdür. Uzundur, insandan hündür olduğu üçün metrlə ölçüləcək. Gəlin zolaqları xəttkeşlə ölçüb və boşqanlara uyğun ədədi tapaq. Deməli, mən burada artıq xəttkeşlə ölçdüm. 4 santim 4 millimetr. 4 santimetrim 40 millimetrdir. Üstünə 4 gələndə 44 millimetr olacaq. 3 santimetrim 30 millimetrdir. Üstünə də 3 gələndə 33 millimetr olacaq. 4 santimetrim 40 millimetrdir. Üstünə 8 gələndə 48 millimetr olmuş olacaq.